8 noyabr, Zəfər gününün 5 illiyi, ölkəmizin bütün bölgələrində olduğu kimi, Xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcagənd qəsəbəsində də böyük coşqu və qürur hissi ilə qeyd olunur. Bugün, Azərbaycan xalqının 44 günlük vətən müharibəsində qazandığı tarixi qələbənin, Şuşanın azad edilməsinin və 30 illik işğala son qoyulmasının rəmzidir. Zəfər günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Xocalı rayon icra hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qəsəbə sakinləri, Azərbaycan dövlətçiliyinin xilaskarı və müasir inkişaf yolunun banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Xocalı rayon mədəniyyət evində davam edən tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib. Daha sonra Zəfər Salnaməsi adlı film nümayiş olunub. Çıxış edənlər bildiriblər ki, Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşublar. Diqqətə çatdırılıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır. Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir. Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Xocalı rayon mədəniyyət işçilərinin və məktəblilərin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçılarında əsl Zəfər bayramı əhvali ruhiyyəsi yaradıb.